Sonuncu tip sual isə ilk imtahanda düşdüyünə görə yəqin ki, növbəti imtahanlarda düşməyəcək. Hər ehtimala yenidən baxaq. Deyir ki, bir şar satan şəxs birini 10 manata aldığı şarları 12 manata satır. Deməli 12-dən 10-u çıxsaq, bu 2 manat qazanc əldə edir. İndi bilmirik axı şar nə qədərdir. Yəni bunun qazancı 2x olacaq. Şarların sayını x desək. 3 isə satılmadan əvvəl partlayır. Yəni bunun həm maya dəyəri gedir, həm də oradan qazandığı pul gedir. Yəni söhbət bu 12-dən gedir ki, 12-ni 3-ə vursaz, buradan 36 manat itirir. Yəni bu 3 dənəsi partlamasaydı, bu 2x qazanc əldə eləyəcəkdi. Amma 3 dənəsi partladığına görə 36 manat itirir puldan. Və deyir ki, 400 manatdan çox qazanc əldə edəcək. Deməli bu böyüdür, yazırıq 400-dən. Olacaq 2x böyüdür 436-dan. X də böyüdü 219-dan. İndi bizə deyir ki, neçə dənə şar satmışdır. Biz bu x dənəni öz əlimizdə olan şarlardan söhbət edərək götürmüşdük. Daha doğrusu 218-dən. 218-dən böyük 219 götürəcəksiniz. Amma 3 dənəsi partlayıb axı, yəni sata bilməyib. Ona görə də satdığı olacaq 216 dənə.